Çayın yanına yaraşan dünyanın ən dadlı ağızda əriyən çiyələkli cheesecake reseptini sizlərlə bölüşəcəm. İlk olaraq doğrayıcıya 250 qram peçenye, 100 qram əridilmiş kərə yağı, 4 xörək qaşığı süd əlavə edib doğrayıcını işə salırıq. Bişirəcəyimiz formaya əlavə edib bir kənarda gözlədirik. Başqa bir qaba 500 qram labne, 3 yumurta, 1 stəkan şəkər tozu, 1 şəkərli vanil, 5 xörək qaşığı qarğıdalı nişastası və 200 qram xama əlavə edib yaxşıca qarışdırırıq. Və bişirəcəyimiz formaya əlavə edib 160 dərəcəli isidilmiş sobada 1 saata yaxın bişiririk. Sous üçün çiyələk, şəkər tozu, nişasta, şəkərli vanil və su əlavə edib bişiririk. Daha sonra süzgəcdən keçirib ilıq cheesecake-in üzərinə ilıq sos əlavə edirik. 4-5 saat yaxşı olar ki, bir gecə soyuducuda gözləsin. Mən zövqüma uyğun olaraq cheesecake-in üzərini çiyələklərlə bəzədim. Həm dadı, həm qoxusu ilə sizi valeh edəcək bir cheesecake istəyirsinizsə, buyurun siz də hazırlayın. Hazırlayıb yeyən hər kəsə nuş olsun. Videonu bəyənib rəy yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.